Bahar və Qumdəniz hasilatın pay bölgüsü sazişi üzrə SOCAR-ın 100% pay sahibi olması prosesi uğurla yekunlaşdırılmışdır. Yenilənmiş loqomuz şirkətin ikinci baharını qayaların arasından çıxan çiçəklə simvolizə edir. BEOQ-da SOCAR qrupunun korporativ dəyərləri tətbiq olunur. Əməkdaşların təhlükəsizliyi və SƏTƏM istiqamətində hansı tədbirlər həyata keçirilmişdir? Davranış və təhlükəsizlik üzrə rəqəmsal müşahidə sisteminin tətbiqinə başlanılmışdır. ATEX zonaları müəyyən edilmişdir. Əməkdaşlıq müqaviləsi bağlanılmışdır. Təhlükəsiz yük qaldırma əməliyyatları üzrə prosedur formalaşdırılmışdır. Şirkətdə rəqəmsal transformasiya sahəsində həyata keçirilmiş fəaliyyətlər hansılardır? Əsas proseslərin rəqəmsallaşdırılması və avtomatlaşdırılması istiqamətində işlərə başlanılmışdır. IT infrastrukturu gücləndirilmiş, müasir texnoloji həllərin tətbiqi təmin edilmişdir. Hasilatın pay bölgüsü sazişi üzrə hesabat öhdəlikləri təmin edilmiş, əsas hasilatın pay bölgüsü sazişi komitələri üçün idarəetmə sxemləri hazırlanmışdır. Bahar Enerji Əməliyyat Şirkətinin Bahar və Qumdəniz yataqlarının işlənməsinin inkişafı istiqamətində hansı tədbirlər həyata keçirilmişdir? Yataqların yenidən işlənməsi layihəsinə start verilmişdir. Bahar və Qumdəniz yataqlarının tam miqyaslı yenidən qurma işlərinin həyata keçirilməsi məqsədi ilə SLB şirkəti cəlb olunmuşdur. Layihənin qiymətləndirmə mərhələsi uğurla başa çatdırılıb, seçim et mərhələsinə başlanılıb və davam etdirilir. Podratçıların cəlbinə başlanılıb, gələcək infrastruktur və quyuların potensialı müəyyən edilir, investorlarla ilkin kommunikasiya başlanılıb, yataqların statik və dinamik modelləri qurulub. Mövcud əməliyyatlarda hansı təkmilləşdirilmə tədbirləri icra olunub? Hasilatın artırılması və risklərin minimuma endirilməsi məqsədi ilə dəniz və quru infrastrukturunu əhatə edən tədbirlər planı hazırlanmışdır. Plan əsasında seçilmiş ilk quyu olan Bahar 77-nin əsaslı təmiri həyata keçirilmişdir. Nəticədə Bahar yatağının qaz hasilatı 50% artırılmışdır.